Qanunla hər hansı boşanma hüququ məhdudlaşdırıla bilərmi? Qeyd etdiyim kimi nikah könüllü ittifaqdır. Ancaq bəzi səbəblərdən, başa düşülən səbəbdən, daha doğrusu qanun buna məhdudiyyət qoymuşdur. Bu səbəb qadının, yəni arvadın hamilə olması, uşağın doğumundan bir il ərzində ona qarşı məhkəmədə boşanma var deyə qaldıra bilməz, amma əksi mümkündür. Yəni arvad hamilə olsa belə ərə qarşı nikahın pozulması var deyə qaldırıla bilər. Konstitusiya məhkəməsi tərəfindən əlavə olaraq bunu da qeyd etməliyəm ki, Konstitusiya məhkəməsi tərəfindən belə bir hüquqi mövqe formalaşdırıldı ki, hətta burada uşağın ölü doğulması halı da qanun şamil edilir. Yəni əvvəlki təcrübələrdə bəzi məhkəmə işlərində uşaq ölü doğulduğu halda ərin arvada qarşı nikahın pozulması barədə işləri məhkəmə icraatına qəbul edilib baxılırdı, amma Konstitusiya məhkəməsinin son formalaşdırdığı hüquqi mövqeyi bunu qadağan edildi. Nikahın uşağın ölü doğulub doğulmamasından asılı olmayaraq uşağın doğumundan bir il ərzində qadına qarşı nikahın pozulması ilə